Salam aleykum. Noyabr ayının 2-si Farsaj klubun ilk yürüyüşü, sezonun açılışı. Yəni noyabr ayına kimi hər yer quraqlıq idi. Hətta bugün də düşünürdüm quraqlıq olar, amma yüngül yağış yağıb. Bugün yeni marşrutu fəth edəcəyik. İstiqamət Çisidir, amma Çisinin köhnə marşrutu yox. Təzə bir marşrut tapmışam. Yayda keçməmişəm daha doğrusu. Yarı yola kimi getmişəm. İnşallah bugün o marşrutu gedəcəyik. Kolonda 10 dənə maşın var deyəsən. 10 dənə maşındır. 2 maşından başqa qalan maşınların hamısı demək olar ki, tam hazırlıqlıdır. Onları da elə düzmüşəm kolonun ortasında, bir-birinə kömək edə bilsinlər. Buradan başlayırıq start, təkərin havası buraxılır. Start, düz istiqamət Çisi. Maşınlar Land Cruiser 80, 35 MT təkərlə, M57 mühərriklə. Axır ki, normal testə gəlib bugün. Bu bir. Jeep Wrangler JK 37 təkərlə, Nissan Patrol 37 təkərlə, FJ təkərsizdir, təkər yoxdur. Yəni ona təkər demirik. Bu maşın təkərsiz gəlir. Gedək. Havasını alma, məndə 1.8. Yəni normaldır, sən sürənsən, qardaş, mən sən yorumu 3-4 qoyub sürərəm. Problem yoxdur. Tak, Fuad iti bagaja qoy da xahiş edirəm. Gəl. İti bagaja qoy. Aman iti bagaja. Niva MT təkərlədir. Amma gedəcək də, yəni görək mıqq eləyə biləcək yoxsa, mıqq eləməsə də elətdirərik, problem deyil. Nissan Patrol 38 yarım təkərlə, 72 Baba 36 təkərlə, Jeep Wrangler 35 təkərlə, yuxarıda da bir dənə qara 105, o da 35 təkərlə. Yol buradandır, istiqamət düzdür. Yenə dedim, maşın arxaya gəlsə, sürüşsə, tormusuz. Zadni skorus, avtomat korobka zadni, mexanika zadni, yüngül qazla taraziyə düşürsünüz. Gördünüz, çox sürüşür, biraz sürəti artırın. Yəni təkər killəndi, maşın kontrol itirir. Təkər killəndi, maşın kontrol itirir. Təkər açıq olmalıdır, pasiyan hərəkətdə olmalıdır. Maşın gəlir, belə daldalı, başlayır sürüşməyə, sola, düzəltməmsən. Rulu sürüşən tərəf polnu qaz, üz aşağı getdin. Ancaq qazla, tormuzdan heç nə elə bilməyəcəksiniz. Palçıqda, sürüşkən yerdə, hündür yüksəklikdə heç nə elə bilməyəcəksiniz. Yaxşı mı? Hazırın, tərpənirəm, təkərə boşaltdı Bəhruz'a. Bir-bir, mən qalxıram, radsiyana deyirəm, ikinci maşın gəlir. Aydındır? Getdik. Geç. Rulu sağa sola. Rulu düz. Yok. Oradan getdik. Gaz ver de birle gaz ver. Gaz ver. Yavaş. Gaz ver. İki maşın işləmə diyapazı. Gücü yoxdur. Motorun gücü çatmır ki. Rolu düzəlt, sola döndər, sola. Düz, əla. Tələsmin, zırşır Niva, tələsmin. Ha belə, düz. Ged orada gözlə.
düşdü. Qəşəng sürüş elədi. Bəhruz Prosta burada heç nə görünmür. Yəni hamı dumana düşüb, qaranlıqdadır. Qəşəng sürüş elədi. Silə düşü gəlsin. Gelsin gelsin. Evci Cruiser getdi, Wrangler gəlir. Gazla, gazla, gazla. Buralar temizle. Bırak. Tamam mı? Biraz kırsanız abi. Köpoğlu'nun BMW'si.
Yaxşı, biraz arxa, biraz arxa. Birlə Paul Nabarot, getdik. Davay, Paul Nabarot. Oba, lider, rastlaşmadı. Anar, səndə psal bir sən içədi. Özümdə 200 zat var. Yox, 200 səndə 200 zad yoxdur. İşte yalan danışma. 86 at gücü, bir də 10 metre Farsdaş klubun gücü. Ya temperaturu değil, temperaturu özü. Temperatürün nə qədərdir? Temperatürüm bir də çörəkçi ana, bir də çörəkçi. Maşında 110'du, özündə 52. 40 neçədə adam ölür kür. Dava bas. Belə şey yoxdur. Belə şey yox. Libyotkasız qucağında laylay dedik. Yap göndərdik getdik. Hop koydu. Haydi sen! Gel maşını çek de kadın. Çək də bunu elə yerdə saxlayırsan. Allah köməyin olsun. Ola bak. Ha sigorta çağır, sigorta. Eşliysən. Yeni marşrutu fəth edirik. Bura tupikdir, bu nöqtə. Amma bu marşrutun sonu deyil. Yəni meşənin içində yollar çoxdur. Biz sadəcə qərar verdik ki, bu yolla gələk. Burada tupikdir. Bir daha mənim maşınımı çək, son. Bax meşənin sonu, bax oradır. Yəni oradan oya daha yol yoxdur, dağdır. Burada da yol var, bura kim gəldi. Yəni maraqlı yerlər oldu. Ən maraqlı Niva idi bizə. Yəni necə 7-8 nəfərə qaldırdıqda dartıcı qoşmadılar. Yəni qucağımızda aldıq, çıxartdıq maşını. Burada nahar etdik və indi yeri qaydırıq. Marşrut geri qayıtmayacaq. Marşrutda sağa sola yollar var. Xəritə ilə baxacaq və o istiqamətdə hərəkət edəcək. Bu yeni yoldur. Yenə bölüşəcəm bu yolla. Kim offroadla məşğul olsa bu yol gələ bilər. Ancaq bu yol 1-2 dəfə gedəndən sonra daha aqressiv və daha çətin olacaq. İndi davam edirik. İndi maşınla düşürük aşağı yenə. Burada da ardıcıllıq olmayacaq. İndi kim necə düzü belə düşsün, aşağıda ardıcıllıq yenə eləyəcək. Oradan da inşallah istiqamət ya sağ, ya sol tərəfdə, onda sonda deyəcəm hara çıxdıq o marşrutla. Getdik. Maşın nəsə özünü yaxşı aparmır dedin, yəni xoşuma gəlmir. Yox, deyirdin nəsə gedmir, nə bilim, nəsə sıxıntılar var. Nə bilim. Wrangler'in çıxışını gördün də yəni. Patronun çıxışını da gördüm. Yox, Wrangler'in, yox, Toyota'nın çıxışını görmədik. Çəkə bildin nəsə Toyota'da? Yox, çıxalıqdır yəni. Ha?
Ehtiyacı yoxdur. Rüstəm, aşağıda da görüşərik səninlə. İnşallah. Yaxşı? Qardaş. Açar düşdü, maşın açarı? Nə açarı idi? Nə açar düşdü qardaş? Dəstin hasarlarından biri. Önemli bir şey değil. Böyle değil. Yani ki bağlı bir şey. Önemsiz bir şey. Önəmsiz bir şey. Ha, tamam. Yo, gedək. Gəl bura görə bu ekipaja baxaq. Sən Fərid, Bəli. pilotsan, amma şturmansız gəldin bugün. Demək. Sən tək gəldin. Yaralı qardaş. yerimdən vurursan. Allah köməyin vallahi. olsun. Özü 4 nəfər adamdan. 4 nəfər, Adam amma sən birinci tək deyil. idin. Amma Hə. sən tək idin qardaşım. Eyb yox. İnşallah yəqin Lap tək deyilim də siz var. yox biz varıq, biz həmişə varıq. Başa düşürsən? Amma offroad boyda, yəni ondan keçir. Cavandılar. Yəqin eşidirsən Cavandılar. gələn dəfə də yəni bu ixtisaslarla gəlməzsən, hə? Ya öyrənəcəklər. Gələcəklər. Öyrənəcəklər, öyrənəcəklər. Maşına yəqin təlimat keçər də, yəni. Bir dənə şturmanın əsası çox ağır şəkildedir. Qorxuram onu da itirərəm, yıxılıb zad eləyər bu. Tahir, Haydan. bu gün birinci dəfədə 38 ilə sınadın maşın necə idi? Maşın əladır. Amma marşrut biraz zəifdir bu maşın üçün. Da qardaş 38 təkərlə marşrut sənin üçün zəif olacaq da. İnşallah. Bəziləri burada güləşirdi. Görmədiyi, həyatda görmədiyi şeylər görür də. Razıyam. İnşallah hələ hava o qədər deyil, yaxşı deyil. Yaxşı nə barədə? Yəni bizim üçün xoşdur da, yəni sərtləşdiksən düzələcək inşallah. Gələn dəfə normal sınayarsan bunu. İnşallah. Patrol 61 38 yarım təkərlə. Burada prinsipial test gedir və yəni bu palçıqda. 36 təkərlə, 35 təkərlə də maşın keçə bilmədi. Saxla! Saxla! 36'dır. 4-5 benzin ha? 36 təkərlə keçə bilmədi. İndi patrol yoxlayacaq 38 ilə. 38 təkərlə, bir də yoxlayacaq Wrangler 37 təkərlə. Offroad da adı hal, yanakı. Çevrilir de oturum maşın. Bumper dirənib torpağa, bir dənə qabaqda libetkalayacaq, все. Amma duruş möhtəşəmdir də yəni belə. Spat, yatmaq var. Nə axtarsınız yoxsa Finish nöqtəsində qol qopdu, Wranglerin qol qopdu. Üst qolu, alt qolu qopdu. Yəni bu da belə sürmək olmaz da variant. Ona görə yerində auksiyon 500 tenge. Rus fikir eləmə. Balaca bir avariya oldu, hadisə. Qabadakı maşın dayandı, Bəhruz drift zad, o yan bu yan arxa getdi. 150 manat. 100 manat stop, 50 manat dəyiş, kraskasını da özü vuracaq. Bu yekun. Çayın içindəyik. Ham maşın pəncərəsinin şüşəsini, nə bilim, təkərdən danışmayın. Təkərdə balans yoxdur, yəni. Balans deyirəm, heç səbə 3 kilo, 4 kilo təkərdə palçıq var, gedən deyil. Bitirdik. Bugünkü kəşfiyyat xarakterli yürüyüşümüz əla oldu, super oldu. Gələcəyə o yol işlənsə var, ən çətin yollardan biri olacaq. Yəni bu Tisi'nin yeni marşrutudur. Bu əsl ekstremini yaşamaq lazım. Farsar sərhədlərə yox deyir.